çətin olur. Rekordu başlatdım. Eybi yox. Bir neçə sualımız əldən getdi. Dərsdə siz onsuz da 11-ci tiplər dərsdədirlər. Yadlarından da çıxmayacaq. Heç ehtiyac da qalmayacaq izləməyə sonradan. 7-ci sualla davam edirik. Qatılmaq istəyənlər var. Onları bir dənə qəbul edim. 7-ci sualla davam edirik. Aha. Nöqtədən əvvəldə isim var. İsim varsa canlı-cansız söhbət apara bilərsən və nöqtədən əvvəldə isim olanda lady isimdir də, xanımdır. What olmaz. Yəni, whatla isim işlənmir. Və bu qadın canlıdır. Buna heç də olmaz və ya məkan da olmaz. Qaldı who ilə verin arasında. Burada birbaşa xəbər gəlib deyənə who olmalıdır. Həm də ki, lady canlı isimdir. Canlıya who qoymalıyıq da biz. Canlıya biz who qoyacağıq da. Lady, who'dan sonra da birbaşa xəbər gəlib deyənə cavab olur. Mən üzə altını işlədim, çaşıb. Eybi yox. Gedək 7-yə. Nöqtədən əvvəldə people gəlib. What isimlə işlənmir. People canlıdır, which olmaz. Who'dan sonra isim gəlməlidir. Bizə complain, şikayət etməkdir, isim deyil. Who'dan sonra əvəzlik gəlməlidir. Complain deyildir, əvəzlik deyil, müftəda deyil. Cavab olacaq 7-ci sualda. D variantı. Gedək 9-cu suala. Nöqtədən əvvəldə person, insan gəlibdir. Aha, hansını qoya bilərik? Which-i qoya bilmərik. When-ə ehtiyac yoxdur. Who-dan sonra birbaşa feil, whom-dan sonra müftəda, whose-dan sonra isim. Bizdə stares birbaşa feil gəlib. Feil gəlibsə whom olmaz. Whom-dan sonra müftəda gəlməlidir. Whose-dan sonra isim gəlməlidir. Bizdə feil gəlib. Deməli, birbaşa feil gəlibsə cavab olacaq who. 11-ci sualda want to know. Want to know artıq bu feildir. İsim deyil ki, burada canlı-cansız söhbət aparıb. Want to know bilmək istəmək deməkdir. The students want to know. Şagirdlər bilmək istəyirlər ki, the teacher müəllimə knew bilir about the matter. Matter problem deməkdir, məsələ deməkdir. Müəllimə məsələ haqqında kimin bilir, kim bilir, kimə bilir, nə bilir yoxsa nə bilir. Burada what olar. Çünki now isim deyil ki, what atım. The students want to know what the teacher knew about the matter olacaq. Yəni tərcüməyə görə what. 13-cü sualda da biz nə edəcəyik? Tərcüməyə gedəcəyik. Deməli, deyir ki, can you tell me, sən mənə deyə bilərsən, is going to join us, bizə qatılacaq, kimə qatılacaq, niyə qatılacaq, kim qatılacaq, nə vaxt qatılacaq, zət qatılacaq, o da zət ki olmur. Birbaşa feil gəlibsə, uşaqlar, birbaşa feil gəlibsə, baxın, müftədası yoxdur. Cavab who'dur. Birdən deyərsiniz ki, müəllimə, nə vaxt qatılacaq da deyə bilərik. Nə vaxt qatılacaq, niyə qatılacaq da deyə bilərik. Bunları demək üçün dalınca müftəda gəlməlidir, uşaqlar. Müftədası da olmalıdır. Burada is going birbaşa gəlibdir, müftəda gəlməyibdir. Kim qatılacaq? Yəni, biz onsuz müftədanı soruşuruq. Nə vaxt qatılacaq sualını vermək üçün burada müftəda olmalıdır. Məsələn, o nə vaxt qatılacaq? Is he going? O zaman qoya bilərək. Birbaşa gəlibsə, biz bilirik ki, who qoymalıyıq. Cavab B variantı. Gedirik 15-ci suala. Do you remember? Sən xatırlayırsan. They met. Aha, baxın, şu müftədası da var, xəbəri də var. Remember da feildir, tərcümə edək. Sən deyir, xatırlayırsan. They met Mike. Onlar Mike'la görüşüblər. Kim, kimə, nəyi, harada görüşüblər. Onlar Mike'la harada görüşüblər. Müftəda və xəbər gəlib. Gedək 17-ci suala. Bir neçəsini sizə işlətdirim. Bir söhbəti tutum, görüm siz orada tutmuşsunuz, ya yox. 17-ci sualda nöqtədən əvvəldə isim gəlib. İsim gələndə bir şeyi atmalıyıq. Gələn ismin tipinə görə də cavab nə olmalıdır? Yazın görək 17-ci sualı. Who'dan sonra isim gəlməlidir Muratxan. Who'u ora qoydu nə? Ondan sonra isim gəlməlidir. Grow böyüməkdir, isim deyil. What olmaz? Aha, flowers canlı olmağına canlıdır. Amma insan deyil uşaqlar. Biz who'ları qoymaq üçün insan olmalıdır o. Yəni bitkilərə biz kim sualını vermirik, yaxın nə sualını veririk, hansı sualını veririk. Yəni ona görə burada fikirləşməyin ki, bitkidir, canlı isimdir. Düz deyə canlıdır, amma insan kateqoriyasına aid olmadığı üçün biz bunun qarşısına which-i yerləşdirməliyik. 19-cu sualda nöqtədən əvvəldə mən gəlibdir. Biz bilirik ki, what'dan əvvəldə isim olmur, which olmaz. Çünki mən canlı insandır.
Who'dan sonra isim gəlməlidir. Düzdür? Who'dan sonra isim gəlməlidir. Amma bizdə you gəlibdir. You isim deyil. Why'a da ehtiyac yoxdur. I don't know demən why you are talking about olmaz. Baxın, bir cümlə gəlib sonu söz önü ilə bitirsə, burada cavab olmalıdır who. Birdən deyirsiniz ki, müəllim, who'dan sonra mübtəda biz who'dan sonra qoyurduq. Niyə who'nu qoydunuz? Əgər whom yoxdursa variantda, əgər whom olsa götürəcəkdim variantda. Whom yoxdursa onu who ilə əvəz edə bilərik. Heç bir problem yoxdur. 21-ci sualda nöqtənin əvvəldə person gəlib, insan gəlibdir. What olmaz, what isimlə işlənmir. İnsan canlıdır, which olmaz. Baxın, cümlə gəlib sonu fromla bitibdir. Yəni söz önü ilə bitib. Cümlə gəlib sonu söz önü ilə bitibsə cavab olmalıdır whose. Whose niyə olmur? Çünki whosedan sonra isim gəlməlidir. Bizdə he gəlibdir. Cavab olur who. Ümid edirəm aydın olur sizə. 23-cü sualı sizdən soruşum görüm. Nöqtədən əvvəldə question gəlibdir. Question insan zad deyil ha. Cavab nə olmalıdır? Mən cavab soruşanda yazırsınız da yəqin ki cavabı. Cavabı mən yazanda soruşursunuz da. Əksi halda yazmırsınız. Əksi halda nəsə baş verilsə mənə göndərilsin. Mənim çox testi var. 131 dənə testidir. Mən təklərini işləyən 65. Aha, deyirsiniz ki, Y variantı, bəli, Y variantı which olacaq. Gedək 25-ci suala. Accept qəbul etmək deməkdir. Yəni, bu feildir. Burada artıq canlı cansız söhbət apara bilmirik. Deyir ki, I cannot accept, mən qəbul edə bilmirəm. Görək, deyir, nəyi qəbul edə bilmirəm? You have just offered, sənin təklif etdiyin şeyi qəbul edə bilmirəm. Burada cavab what olacaq. Burada cavab what olacaq. Bunu bilirsiniz necə başa düşünürsünüz. Bu biraz çətindir qavramaq. Çünki what bilirsiniz ki, nə deməkdir? What'un ikinci bir tərcüməsi elə bil ki, think-i əvəz edir. Elə bil ki, burada thinks var. Thinks-in yerinə biz what qoyuruq. Əslində bu cümlə belə bir cümlədir. Deyir, I cannot accept things, o şeyləri qəbul edə bilmirəm that you have just offered. Bax, əslində bu cümlə bu cümlədir. Deyir ki, I cannot accept the things that you have just offered. Sənin təklif etdiyin şeyləri qəbul edə bilmirəm. Burada things cansızdır deyəni, ya which ya z qoymalısınız. İndi mən z qoydum, which də qoya bilərəm. İndi burada things-i elə bir ekardə eləmişsiniz. Think yoxdur, çıxartmışsınız. Onu what-la əvəz edirsiniz. Yəni, bunu belə düşünəcəksiniz. I cannot accept what you have just offered. Sənin təklif etdiyin şeyləri qəbul edə bilmirəm. Things-in tərcüməsini what veribdir sizə. Bununla bağlı növbədə sual olacaq, onu sizə yönləndirəcəm. 27-ci sualda all the delegates, delegate nümayəndələr deməkdir və nümayəndələr də canlı isimlərdir. İsmin qabağına biz what qoya bilmirik. What-dan əvvəldə feil olmalıdır. Baxın, yuxarıdakı kimi accept olmalıdır. Və gəldik, baxaq görək, nümayəndələr canlıdır. Biz bilirik ki, whom-dan sonra əvəzlik gəlməlidir, mübtəda gəlməlidir. Bizdə have gəlib, have mübtəda deyil. Whose-dan sonra isim gəlməlidir, bizdə have gəlib olmaz. Which nümayəndələr də işlənmir, nümayəndələr insanlar olur. Deməli, who olacaq. Əvvəldə canlı isim, birbaşa da feil gəlib deyənə who-nu gətirib yerləşdirəcəyik. Gedək 29-cu suala. 29-cu sualda qəşəng sualdır. Nöqtədən əvvəldə factory gəlib. Factory fabrik deməkdir. Factory fabrik deməkdir və bu da belə deyək də cansız bir isimdir. Bunun qarşısına whom qoya bilmərik. V-nə də ehtiyac yoxdur. What ümumiyyətlə isimlə işlənmir. İndi ya V-yədir, ya which-dir. Çünki factory həm də məkan deməkdir. V-dən sonra mübtəda gəlməlidir. Bizdə birbaşa lastdır, feil gəlibdir. Birbaşa feil gəlibdir deyənə 29-cu sualın cavabını da A variantı götürəcəyik. Gedək 31-ci sual. 31-ci sualı siz yazın. 31-ci sualı siz yazın. Rövşən dərsdədir. Baxın, görün, Rövşən dərsdədir. Rövşən dərsdə deyil. Yox, dərsdədir. Buradayım. Yaxşı. Rövşən, çıxma ha. Bax, qətiyyən səni buradan çıxmış görməyim. Aha. A variantı. Deyirsiniz ki, 31-ci sualın cavabı A variantı. Mən çünki canlıdır. Which olmaz, when olmaz, what isimlə işlənmir özündən əvvəldə.
Mübtəda gəlibdir, əvəzlik gəlibdir, who'dan sonra isim gəlməlidir. Bizdə ay gəlib, ay isim deyil. Bəli, 31-ci sualın cavabı A variantı. 33-cü sualda nöqtədən əvvəldə studio gəlibdir. Studio isimdir. What isimlə işlənmir. Studio cansız bir şeydir. Bunun qabağına whose və whom da ola bilməyəcək. Nöqtədən sonra baxın, has become birbaşa feil gəlibsə, which-i gətirib ora qoyacağıq. Vaya ehtiyac yoxdur. 35-ci sualda isə gedək 35-ci suala. Baxaq görək. Nöqtədən əvvəldə everything törəmədir və hər şey deməkdir. Hər şey olan bir şey canlıdır, cansız. Biz hər şeyi cansızlara deyirik. Vota ehtiyac yoxdur. Cansızlara dediyimiz üçün necə qoyacağıq? Aha, tərcüməyə gedəcəyik uşaqlar. There is a reason for everything. Hər şey üçün bir səbəb var deyir. Aha, happens in life. Həyatda baş verən hər şey üçün bir səbəb var. Aslında hər şeyə biz bura which qoymalıyıq, amma which variantda yoxdur. Which variantda yoxdur. Which-i nə ilə əvəz edə bilirdik? Which-i, who-nu əvəz edəcəyimiz şeyin adı nə idi? Xatırlayaq. Zətlə əvəz edə bilirik. Demək ki, burada nə olmalıdır? Onu əvəz edən zəti götürəcəyik. There is a reason for everything that happens in the life. Həyatda baş verən hər şey üçün bir səbəb vardır. 37-ci sualda I want to know. Mən bilmək istəyirəm ki, you are coming from. Sən gəlmisən dan-dən. From nə ilə işlənir? Where ilə işlənər də, yəni where you are coming from. Sən haradan gəlmisən? Sən nə vaxtdan gəlmisən olmur. Sən necədən gəlmisən olmur. Burada dan-dən var uşaqlar. Dan-dəni bu sual əvəzinə yapışdırmalısınız siz. Sən haradan gəlmisən deyib D variantını götürəcəyik. 39-cu sualda bayaqdan sizə asan sualları soruşuram. Görüm çətin olsa verəcəm sizə. 39-cu sualın cavabını siz yazın. Görüm dinləyəcəksiniz. 39-cu sualın cavabını yazın. Deyir ki, Bill didn't tell us, Bill bizə demədi, had happened a week before. Bir həftə əvvəl nə baş verdiyini bizə demədi də. Yəni, what olacaq? Bəli, nə baş verdiyini bizə demədi, what olacaq. 41-ci sualda isə nöqtədən əvvəldə student canlıdır, isimdir, what isimlə işlənmir. Which canlı isimlə işlənmir. Who's-da nöqtədən sonra isim gəlməlidir. Bizdə all the teachers mübtəda gəlibdir. Ona görə who's-da işlənməyəcək. All the teachers, bütün müəllimlər deməkdir, mübtəda gəlibdir. Mübtəda ilə işlənən whom'dur. Canlı isim özündən sonra da mübtəda whom olacaq 41-ci sualın cavabı. Gedək 43-cü suala. Nöqtədən əvvəldə boy gəlibdir. What isimlə işlənmir. Which oğlan canlı isimdir. Which qoya bilmərik. Who's-dan sonra isim gəlməlidir. Got əldə etmək deməkdir. İsim deyil, feildir. Whom-dan sonra mübtəda gəlməlidir. Got mübtəda deyil, əldə etmək deməkdir. 43-cü sualın cavabı olacaq B variantı. 45-ci sualda nöqtədən əvvəldə car gəlib. What bilirsiniz ki, ümumiyyətlə isimlə işlənmir. Özündən əvvəldə isim olmur. Tez birləri variantdan götürürsünüz. Cansız isimdir deyənə which-i götürə bilərik, ikini götürə bilərik. Qaldınız ikisinin arasında. Boşluğu bir dənə xatırlayın qayda olaraq. Əgər nöqtədən əvvəldə canlı və ya cansız isim varsa və nöqtədən sonra əvəzlik gəlibsə, bunu boşluq da qoyub birləşdirə bilərsiniz cümləni. Baxın, mübtəda gəlib, qabağında da isim varsa, boşluq da qoya bilərsiniz. 2-ni 3-ü götürəcək. V-ni qoymağa ehtiyac yoxdur. 17-ci sualda I wonder. I wonder mənə maraqlıdır deməkdir. Mən maraqlanıram ki deməkdir. Wonder'ın tərcüməsi və nöqtədən sonra da from gəlibdir. Uşaqlar, bir cümlə gəlib, sözü söz önü ilə bitirsə, orada seçiminiz ya who'dur, ya what'dır. Bu sual əvəzliyində də var idi. Bir cümlə gəlib, sonu söz önü ilə bitirsə, cavabınız ya who'dur, ya what'dır. Bir də və-yə ola bilər. Və-yə olması üçün nöqtədən sonraki söz önü from olmalıdır. Bax, bu ilə what'da bütün söz önləri aiddir. From da daxil. Bütün söz önləri ola bilər, son sözü. Və-yə də isə, bir dənə və-yə də bir cüzi istisna var ki, və-yə nə vaxt ola bilər? Əgər son sözünüz from olarsa, və-yə də ola bilər. Amma who vaxt da ola bilər, ikisi də, üçü də ola bilər. Yəni, ekstra olaraq və-yəni də əlavə edirik. Çünki where are you from deyirik, sən haradansan, ən sadə sualımız. İndi burada və-yə də ola bilər, who vaxt da ola bilər. Və-yə yoxdursa variantda, o zaman who-nu götürəcəksən. V olsaydı V-yə götürəcəyini fikir verin. Burada V-yə götürdüm.
7-ci sualda V-ni götürmüşdüm. 7-ci sualda da belə olmalıdır. Ama 46-cı sualın cavabını siz deyə bilərsiniz. 46-cı sualın cavabını siz mənə deyə bilərsiniz. 46-cı sualın cavabını cümlə gəlib sonu söz önü ilə bitib. Baxın, onunla bitib. Əla. Bəli. Cümlə gəlib sonu söz önü ilə bitib. Söz önü ilə bitəndə who ya da what, onsuz da yoxdur, what-ı götürəcəksən. Olarsa tərcümə eləyərsən. Bir dənə from-da ehtiyatlı olun. From-da who da olur, what da olur, where da olur. Hansı olursa onu götürəcəksən. 7-ci suala dedik, gedək 49-cu suala. 49-cu suala. Scissors qayçı deməkdir, cansız bir isimdir. Who'nun nə işi var bunun qarşısında? Cansız bir ismin qarşısına biz nə qoyacağıq? Təbii ki, 49-cu sualda da gətirib onun qarşısına which qoyacağıq. Cavab olacaq A variantı. Da digərlərinə baxmağa ehtiyac yoxdur. Digərlərinə nöqtədən əvvəldə feil olarsa baxarsınız. 51-ci sualda nöqtədən əvvəldə shopping isimdir. What isimlə işlənmir. She gəlibdir. Who'dan sonra she olmaz. Həm də shopping cansıza aiddir. Whom bizdə shopping cansızdır. Whom olmaz. Nə qoyacağıq? Cansızdır deyənə gətirib 51-ci suala da which-i gətirib yerləşdirəcəyik. Gedirəm 53-cü suala. Aha. Can you tell us? Aha. Burada canlı-cansız söhbət apara bilmirsiniz. Nöqtədən sonra birbaşa feil gəlib. Nöqtədən sonra sual cümləsində bir daha xatırlaq. İkinci hissədə buna bir daha baxacağıq. Birbaşa feil gələndə biz nə qoyurduq? Who ya da what? Cavabınız nədir o zaman? 53-cü sualın cavabı nədir? Yazın. Bu sizə otursun istəyirəm. B cavabı gördüm orada. Əliniz dəydi yazdınız. Bəli, nöqtədən sonra cause birbaşa feil gəlib səbəb olmaq və əvvəldə də can you tell us demək ki, yəni birbaşa feili götürən who ilə what-dır. Who olmadığı üçün what-ı götürəcəksiniz. 55-ci sualda məqəzin cansız bir isimdir. Who'ları at geçsin. Jurnal deməkdir. What isimlə işlənmir və ya məkan olmalıdır və özündən sonra da mübtəda gəlməlidir. Ona görə cansızla işlənən 55-ə də B-ni qoyacaqsınız. 57-ci suala club. Club isimdir. What isimlə işlənmir. Cansızdır. Whom'un nə işi var? Helen went to the club. Helen club'a getdi. Hansı ki, kluba əvvəldən də qatılmışdır. Bura which qoymalıyıq. Which yoxdur. Which-i nə ilə əvəz edə bilərəm? Z-lə əvəz edə bilərəm. 57-ci sualın cavabı da olacaq B variantı. Gedə gəl 9-cu suala. House gəlibdir. İsimdir. What isimlə işlənmir. House cansızdır. Whose olmaz. Which olmalıdır cavab. Which olmalıdır. Çünki nöqtədən sonra birbaşa feil gəlibsə cansıza which qoyacaq. Which ya da Z. Z onsuz da yox idi variantda. Ona görə which-i gətirib yerləşdirəcəyik. Gedək 61-ci suala. 61-ci sualda isə nöqtədən əvvəldə trees da canlı isimdir. Canlı olmağına canlıdır, amma insana aid olmadığı üçün who'ların başını buraxacağıq. Məkan deyil, və-nin başını buraxacağıq. What isimlə işlənmir. Cavab olacaq which Y variantı. 62-ci sualda isə please tell me, zəhmət olmasa mənə denən, qəza baş veribdir. Nə vaxt baş veribdir? Necə baş veribdir? 1-3. 1-3 olmalıdır. Hansı qəza baş veribdir? Belə bir şey olmur. İşdən əvvəldə cansız isim olmalıdır. Who'dan sonra isim gəlməlidir. What-dakı tərcümə ilə uyğunlaşmır. 64-cü sualda. 64-cü sual sizə verəcəm. Biraz da çətin sual işləyim. Go and fight. Get və tap. Jane has it come to school. Unutmayın, when has it cümlədə işləmir. Yazın görək. Tərcümə ilə. Tərcümə ilə gedin. 64-cü sual bu arada cütülmüş, eybi yox. Arada bir çaşıram da uşaqlar. Təkləri işləyir. Mən də arada bir 64. Hadi 64'ü dedik. Go and find out. Get və araşdır ki, Jade has come to the school. Jade məktəbə niyə gəlmir və nə vaxt gələcək tərcüməsi daha duyğundur. When-dən sonra həvhəzli cümlə gələ bilməz. Jane harada məktəbə gəlmir deyə bilmərik. Zətə də ehtiyac yoxdur. Ona görə cavab olur
C variantı. Gedə B variantı. 65-ci sual qəşəng sualdır. Gəlib baxaq bu suala. The forester remember. Meşəçi xatırladı ki, hədd gəlib. Have has hədli cümlə 65-ci sualda have has hədli cümlə olmayacaq. Ona görə V-ni atacağam. V-dən sonra hədli cümlə gəlmir. İndi yenə gedirəm tərcüməyə. Meşəçi xatırladı ki, he had fed, o bəsləyibdir bu gənc canavarı. Aha. Kimin bəsləyibdir deyə bilmərik. Necə bəsləyibdir, kimə kimi bəsləyib də deyə bilmərik. Ya necə bəsləyibdir, ya da harada bəsləyibdir. And understood, başa düşdü ki, canavarlar hücum etməyibdir. Nə hücum etməyibdir, yoxsa niyə hücum etməyibdir? Niyə hücum etməyibdir? Olacaq. Ona görə də 65-ci sualın cavabı tərcüməyə görə D variantıdır. Baxın, belədir tərcümə. The forester remembered how he had fed the young wolf. O necə cavan, gənc canavarı bəslədiyini xatırladı və başa düşdü ki, why the wolf didn't attack him? Niyə canavarlar ona hücum etməyibdir? Ona görə tərcümə ilə 65-ci sualın cavabı olacaq D variantı. 67-ci sualda bayaqki sual. 67-ni yazın görək. Bu sync söhbətidir. Amir, səni öldürəcəm, Amir. Olmaz. Dərs deyil, dərsi bölməyin. Az qalıbdı. Bəli, Jack feels bad. Jack özünü pis hiss edir. Aha. That is troubles us. Bax, birbaşa feil gəlibdi də. Birbaşa feil gələndə what'dur. Və tərcüməsi də budur ki, that is the thing that troubles us. Bu onu incidən şeydir. Tərcüməsindən olacaq. Ona görə cavab olacaq A variantı. Ümid edirəm bu birbaşa feil söhbəti sizə biraz oturur. 69-cu sualda nöqtədən əvvəldə president. President canlı bir isimdir. Which qoya bilmərik. Freed azad etmək deməkdir. Birbaşa feil gəlib. Who'su qoysam who'dan sonra isim gəlməlidir. Whom'dan sonra mübtəda gəlməlidir. Amma bizdə feil gəlibdir. İkinci tərəfdə isə nöqtədən sonra isim gəlibdir. Name, ad. Whom isimlə işlənir. Whose, təbii ki, whose isimlə işlənir. Cavab olacaq C variantı. 71-ci sualda isə nöqtədən sonra mən, canlı bir isim gəlibdir. Whichləri at getsin. Aha. Yenə də məndən söhbət gedir. Ona görə burada which qoya bilmərik. A variantında atacağıq. Birbaşa was respected feil gəlib. Whom-da bilirsiniz ki, ikinci tərəfə mübtəda gəlməlidir. Yəni, mən bu whom-u bura qoysam, was respected-dən olmayacaq. B-ni də atıram. Cavab olur Y variantı. Gedək 73-cü suala. 73-cü suala gedək. 73-cü sualda isə nöqtədən sonra job gəlib. Job işdir, isimdir. What isimlə işlənmir. Birləri atırsınız. Who'dan sonra canlı isim deyil də job. Canlı olanları da atırsınız. Who və whom. Whom və who'dan sonra əvvəlki isim canlı olmalıdır. Bu da olmur. Which bir də onu zətlə əvəz edə bilərəm. 2-3A variantını götürürəm. 75-ci sualda nöqtədən sonra woman gəlibdir. Canlı bir isimdir. Which olmaz. Və ya məkana itməyək, məkanı bir dənə saxlayaq. Who'dan sonra isim gəlməlidir. Bunu da ataq. 2 ilə 3-ləri atırıq. Gedəcək. Bəli, məkana da ehtiyac yoxdur. Çünki woman məkan deyil. 5-ləri də tutaq. Whom qoya bilərik. Bir də zəti demişik ki, whom, which, who ilə əvəz edə bilərik. Ona görə 75-ci sualın cavabı olacaq. B variantı. Gedək 77-ci suala. Nöqtədən əvvəldə kompüter gəlib isimdir. Biz bilirik ki, what artıq isimlə işlənmir. Tez birləri variantlardan atırıq. Cansız bir isimdir. Ona görə who'sla whom da olmayacaq. Onları da atanda cavab olur 2 ilə 5A variantı. 79-cu sualda nöqtədən əvvəldə ki gəlib açardır. What isimlə işlənmir. Tez 3-ləri variantlardan atırıq. Açar cansız isimdir. Qabağına who qoya bilmərik. Birləri də variantlardan atırıq. Bir which, bir də z qoyarıq. Cavab olacaq 2, 4. 81-ci sualda nöqtədən əvvəldə adventure, macera deməkdir. İsimdir də bu. Yəni bu what isimlə işlənmir. Tez bu 3-ləri variantlardan atırıq. Çünki what-da əvvəldə özünə əvvəldə isim olmur. Adventure cansız bir sözdür. Yəni buna who'ya qoymağa ehtiyac yoxdur. 2-ləri də atırıq. Which bir də onu zətlə əvəz edib 1-4 cavabını qoya bilərik. 83-cü sualda, axan, burada gedəcəyik tərcüməyə. Bunu sizə həvalə edim. Görüb 83-cü suala nə yazacaqsınız? 83-cü sual. Axanları tutursunuz. 83-ə baxaq. Yazaq.
Nə baş verir burada? Nə baş verir? Hansı sözün tərcüməsini soruşurdunuz? Slave. Slave qul. Sağ olsun. Aysu. Ürəklərimi göndərirəm sənə. 11-ci siniflər söz soruşulanda yazın da cavablar. Bəs qol nədir? Qolun tərcüməsini yazmayın. 83-cü sualda. 83-cü suala nə yazırsınız? 83-cü suala əksəriyyətini. İlqar dərsdədir. İnana bilmirəm. Özü buradaymış ki. Bayaqdan dərsdədir o. İlqar. Nə yazıb? Yazıbdı Y variantı. Uşaqlar artıq əski danışırsınız. Mən sizi çıxardıram. Mən buradan bir neçə şagirdin də adlarını da çəkəcəyəm. Çıxartmalı olacağam. 11-ci siniflərə aid deyil. Aşağı siniflər sizləri çıxardacağam. Həqiqətən son xəbərdarlığımı edirəm və hal-hazırda sizləri bir-bir uzaqlaşdıracağam buradan. Bir-bir uzaqlaşdıracağam və bir daha da bundan sonraki olacaq onlayn dərslərin heç birinə qatılmağınıza icazə verməyəcəyəm. Blok qoyacağam. Son xəbərdarlığımı edirəm sizə. İndi gəldik suala. 83-cü sualın əksəriyyətiniz deyirsiniz ki, 83-cü sualın cavabı Y variantıdır. Evet, elədir mi? Mr. Jacksons, xanım Jacksons has already told you. Dedi ki, nə istədiyini dedi. Nə istədiyimi, what I wanted to do. Mənim nə istədiyimi dedi. And I'm glad that you like it. Mən də xoşuma gəldi ki, bu da zət qəşəng olur. That you liked it. Bəli, cavab olur Y variantı. Olacaq. Yəni digərləri tərcümə ilə uyğunlaşmır. Məsəl üçün burada da B variantını da götürə bilərdiniz, amma bu B variantı bu glad-ə uyğun gəlmir. Çünki whatdan əvvəldə feil olmalıdır. Glad feil deyil, isimdir. Ona görə uyğun gəlməyəcək. Burada kim tərcümə ilə uyğunlaşmır? What yenə glad-lə uyğunlaşmır. Kim uyğunlaşmır? Bəli, cavab olur Y variantı. Biraz sürəti artıraq. 85-ci sualda apple tree gəlibdir. What isimlə işlənmir. Whom da olmayacaq. Ona görə cavab olur 1, 2. 87-ci sual qəşəng sualdır. 87-ci sualda nöqtədən lap əvvəldə two of 2 gəlibdir. Nöqtədən sonra da isim gəlibdir. Brothers. Bunlardan hansında özündən sonra isim gələ bilir? Təbii ki, who's-dan sonra olacaq. Çünki Fred də oğlanın adıdır. Canlı bir isimdir. Ona görə 87-ci sualda cavab olacaq whose. Fred, two of whose brothers. Fred kim ki iki qardaşı olan Fred play football, həmçinin futbol oynayırlar. Yəni nöqtədən sonra isim gəlib deyənə və Fred də canlı olduğu üçün biz who'su götürəcəyik. Baxın yuxarıdakı 86 tipli sual da budur. William Shakespeare canlıdır və özündən sonra da isim gəlib deyənə biz gətirib bura who'su yerləşdirəcəyik 86-cı sualda. Gedirəm 89-cu suala. Poems. Poems şeirlərdir və what isimlə işlənmir. İkiləri buradan tez ataq. Elə ikiləri ataq. Aha. Cansızdır. Who'sları da ataq. Cavab olacaq 1, 4, B variantı. 91-ci sualda nöqtədən sonra car gəlibdi. Aha. Burada uşaqlar çox çaşırlar 91-ci sualda. Çünki həqiqətən hiləli bir sualdır. Nöqtədən əvvəldə car deyə uşaq deyir, sırası gedir biçi götürür. Ki, haqlısınız, həqiqətən çox təhlükəli bir sualdır. Gəlin tərcümə edək. Mən düşünürəm ki, bu qədər 131 dənə testin içində ən təhlükəli sual idi. You may park your car. Sən maşınını park edə bilərsən. May icazə verir. Bilərsən. There is a parking sign. Park işarəsi olan yerdə. Harada ki, park işarəsi var. Sırf bu haradakı sözünə görə veya olmalıdır. Which-i qoyanda olmur. You may park your car. Sən maşınını park edə bilərsən. Hansı ki, park işarəsi var. Yox, harada ki, park işarəsi var. Parking işarəsi var. Sən orada park edə bilərsən. Bir dənə ən təhlükəli suallardan biri idi 91-ci sual. Gedək 93-cü sual. 93-cü sualda nöqtədən sonra mən gəlibdi. Biz bilirik ki, what deyəcəm, mənlə işləmir. Mən də yoxdur onsuz da. Which olmaz. Nöqtədən sonra opinion isim gəlib. İsimlə işlənən, canlı və isimlə işlənən who'sdur. Ona görə 93-cü sualın cavabı da olacaq. D variantı. 95-ci sualda tell me, aha, burada what'u atmayın, tələsməyin. Çünki nöqtədən əvvəldə isim yoxdur, feil gəlib. Əvəzlik və feil gəlib. Makes, birbaşa feil gəlib. Birbaşa feil gələndə nə qoyurduq biz? 95-ci sualda birbaşa feil gələndə biz who ya da what qoyacağıq. Ona görə 1 ilə 2-ni götürəcəksiniz. 1, 2 cavab olur D variantı. Bu qayda
İnşallah ki sizə oturur. 97-ci sualda nöqtədən sonra mən gəlibdi. Canlı isimdir, which olmaz. Who'dan sonra isim gəlməlidir. Bizdə you gəlibdi, olmaz. Who'nu götürə bilərsiniz. Bir də əvəzlik gələndə boşluq da qoya bilirdik. Cavab olur 1, 2. Davam edək 99-cu suala. Nöqtədən əvvəldə actress gəlibdi, isimdir. Biz bilirik ki, what isimlə işlənmir. Artıq bunu öyrəndik, birləri atırıq. Actress, aktrisa canlı bir isimdir. Which də olmaz. Üçləri də variantdan atırıq. Cavab olur 2, 4. Whose niyə olmur? Çünki whose'dan sonra ay gələ bilməz, isim gəlməlidir. Davam edək 101-ci suala. Biraz da sürəti artıraq. Çünki sabah saat 8-də də bizim dərsimiz var. Bu da qəşəng sualdır. Yeni salınmış topluya tipli suallardır. Nöqtədən əvvəldə book gəlib. Biz bilirik ki, what isimlə işlənmir, atacaqsınız, gedəcək. Burada mübtəda xəbər uzlaşmasına cüzi bir giriş eləyəcəyik. Book bilirsiniz ki, təkdədir və təkin xəbəri də, mübtədası da təkdirsə, xəbəri də ar ola bilməz. Dördləri də atırsınız. 1, 3 cavabını B variantını götürəcəksiniz. Davam edək 103-cü suala. Nöqtədən əvvəldə guest gəlibdir. Guest qonaqlar deməkdir və cəmdədir. Xəbəri də bunun cəm olmalıdır. 103-cü sualın cavabını yazın. Təşəkkür edirəm Aysel, təşəkkür edirəm, minnətdaram həqiqətən. Digərlərinin də hamının tərcüməsini bildiyini bilirəm. Sadəcə dəstək verdiyi üçün Aysuya təşəkkür edirəm. Yəni, o yazır deyənə digərləri yazmır, onu da bilirəm. Və çoxunuz deyirsiniz ki, D variantıdır mı? Haqlısınız. Çünki Sara var. Biz Saraya görə qoyub burada xəbəri. Qəşəng sualdır. Nöqtədən əvvəldə cəm isim gəlibdir. Aha. Və canlıdır bu isim. Heç olmaz. Burada yəqin ki, razıyıq hər kəsinə. Bunları atırıq getsin. Qaldıq bunların arasında. Baxarıq bura. Bu guest'in xəbəri nə olmalıdır? Cəm olmalıdır. Amma bizdə who'dan sonra birbaşa xəbər gəlibsə, bu xəbər guest'ə görə gəlib də, düzdür? Guest'ə görə bu wants deyə gələ bilməz axı. Want gəlməli idi. Ona görə 4 də səhvdir. Bax, buranı tutun. Wants gəlibdir guest'ə görə. Axı bu guest cəmdədir. Sən buna s-i qoya bilməzsən. Ona görə 4-ü də atırıq. 4-ləri də atacağıq. Cavab olacaq 1-2. İndi birdə deyirsiniz ki, bəs burada da want-un s-i var. Buradakı want-un s-in qabağında Sara var. Sara təkdədir deyənə, bunun müftədası Saradır. Bu Saraya görə gəlibdir. Amma burada want-un qabağı boş idi. Deməli, guest-ə görə yazmaq istəyib. O da yanlışdır. Ona görə cavab olur 1-2. 104-ün cavabını deməyəcək. Onunsa təkrarda cütləri işləyəndə gətirəcəksiniz mənə. Gəldik projectsə. Project bilirsiniz ki, cansız isimdir. What isimlə işlənmir. Tez whatları atacaqsınız. Project cəmdədir. Qabağına was ola bilməz xəbəri atacağıq. Cavab olacaq 1, 2, A variantı. Gedək 107-ci suala. Biraz da sürəti artıraq. 107-ci sual. Nöqtədən əvvəldə equipment gəlib. Equipment alət deməkdir. What isimlə işlənmir. Tez 5-ləri atırsınız, gedir. Equipment canlı deyir deyənə humu da qoymağa ehtiyac yoxdur. Zərt, which, mübtəda da gəlib deyənə boşluq da yaza bilərik. 1, 2, 3 olacaq. 109-cu sualda nöqtədən əvvəldə sport gəlib, isim gəlibdir. Sport isim gəlibdir. Və buna hum qoya bilmərik, whose qoya bilmərik, what isimlə işlənmir, where məkana ehtiyac yoxdur. Cansız da işlənən Y variantını yerləşdirəcəyik. 111-ci sual çox qəşəng suallardan biridir. Aha, Anthony was excited by, deyir ki, Anthony çox, belə deyək, was excited, həyəcanlı idi ki, nəyə həyəcanlı idi? Eşitdiyi xəbərə, eşitdiyi şeyə həyəcanlı idi. Həmin o things-i biz nə ilə əvəz edəcəydik? Bunu yeni öyrəndik. What-la əvəz edəcəydik. Ona görə cavab olacaq C variantı. Baxın, Anthony eşitdiyi şeylərə həyəcanlı idi. Yəni, what-la əvəz edəcəyik bunu. Sanki burada things var. Onu sadəcə danışıq dilində çıxardıb what-la əvəz edirlər ingilis dilində. Ona görə burada cavab olacaq. What, bu da qəşəng suallardan biri idi. Gedirik 113-cü suala. University, university-nin qabağına, aha, where də olar, which də olar.
zət də olar. Streetin qabağına da yenə və ya which də olar. Amma bu ikinci tərəfə və-əni qoya bilmərik. Yəqin ki, mənlə razısınız. Çünki və-dən sonra əvvəldə məkan olsa da mübtəda gəlməlidir. Which mübtəda deyil. Which feildir. Ona görə gəlin və-əni ataq. Street isimdir. Biz bilirik ki, what isimlə işlənmir. Bunu da atmalıyıq. Qaldıq A, B, D arasında. Sizcə cavab nə olar? Yazın görək. Biraz çətinləri sizdən soruşaq. Burada da mübtəda gəlib. Bunu nəzərə alın. Bəli, burada özündən əvvəldə həm məkandır, həm də cansız isimdir. İnsanın əli bir which-ə doğru gedir, amma burada mübtəda görürsünüzsə, artıq və ya mübtəda ilə işlənir. Bunu da atacaqsınız. Tərcüməyə görə də baxdığımızda V-nə ehtiyac yoxdur. Çünki burada mübtəda isim gəlibdir. Yəni V-ni qoya bilmərik. Cavab olacaq A variantı. 115-ci sual. 115-ci sualda da indi greedy sözünü soruşarsınız. Acgöz deməkdir. Those onlar deməkdir. Və bu onlar deyəndə insanları mı nəzərdə tutur, yoxsa canlılar mı? Acgözlük, paylaşmaq, insanlara aid olan bir hisslərdir. Yəni burada onlar deyəndə insanları nəzərdə tutur. Yəni which-i qoya bilmərik biz. Who's-u da bura qoysam, who's-dan sonra have gələ bilməz. İsim gəlməlidir. Whom-u da bura qoysam, whom-dan sonra mübtəda gəlməlidir. Bizdə have gəlibdir. D-ni də atırıq, cavab olur C variantı. Yəni those deyəndə insanları nəzərdə tutur. Onlar kimlər ki acgözdürlər tərcüməsini verəcək. Gedirik 117-ci suala. 117-ci sualda nöqtədən əvvəldə sign. Bilirik ki, what isimlə işlənmir. İndi were-nun sonunda s varsa tək xəbərdir. Were-nun sonunda s yoxdursa xəbərdarlıq etmək deməkdir. Cəm xəbərdir. Sign da təkdədir. Sizcə cavab nədir? Nöqtədən əvvəldə cansız isim var. C-də deyirsiniz. B ilə D-ni atmışsınız. C ilə Y-nin arasında qalmışsınız. Nöqtədən əvvəldə cansız isim varsa, biz onun qarşısına which ya da zət qoymalıyıq. Which də olmadığı üçün zəti qoyacağıq. Which var, amma xəbəri yanlışdır. Ona görə cavab olacaq 117-ci sualda. Y variantı yazanlar doğru yazıblar. 116 da buna aiddir. Bunu özümüz təkrar edəndə baxacağıq. Gedirik 119-cu suala. 119-cu sualda deyir, please pay attention to. Zəhmət olmasa deyir, pay attention. Diqqət yetir. Nəyə? Şeylərə, eşitdiyin şeylərə. Eşitdiyin və gördüyün şeylərə. Things-i nə ilə əvəz edə bilirik? What-la əvəz edə bilirik. Demək ki, bura what olmalıdır. Eşitdiyin və gördüyün şeylərə diqqət elə. Because, çünki we must know, biz bilməliyik ki, hansı hərəkət edək, yoxsa necə hərəkət edək, necə davranaq? Təbii ki, necə davranaq olacaq. Tərcümə də budur. Zəhmət olmasa eşitdiyin və gördüyün şeylərə diqqət elə. Çünki biz necə davranmalı olduğumuzu bilməliyik. Cavab olur C variantı. Gedək 121-ci suala. Nöqtədən əvvəldə kafe gəlib. Kafe canlı isim deyil, hunu ad. What isimlə işlənmir ad. V-dən sonra mübtəda gəlməlidir. Məkan olsa da bizdə was gəlibdir. V-yəni də ad getsin. Ya C-dir, ya Y-dir. Getdim bura. Customers müştəri deməkdir. Canlılar da buna da which qoya bilmərəm. Cavab olur C variantı. 123-cü sualda az qaldı. Nöqtədən əvvəldə shop gəlibdir. Buna biz what bilik isimlə işlənmir, tez dördləri variantdan atacağıq. Gedəcək və ya məkanla işləsə də və-dən sonra mübtəda gəlməlidir. Bizdə iz gəlibdir. Bu da olmaz. Ona görə 1, 2-ni götürəcəyik. C variantı. Gedək 125-ci suala. Gedək yavaş-yavaş. Bitirək artıq yorulduq. Görək 120-125-ci suala. Nöqtədən əvvəldə pəs yol gəlibdir. Yol cansızdır, whom olmaz. What isimlə işlənmir olmaz. Ona görə cavab 2, 4 olmalıdır. Which və which-i də zətlə əvəz edə bilirik. 127-ci sualda nöqtədən sonra stadium gəlibdir. Stadium cansızdır.
What isimlə işlənmir. Stadium cansızdır, həm də məkandır. İndi where də olar, which də olar. Mübtəda gəlibsə where-ni götürəcəyəm. Mübtəda gəlməyib, birbaşa feil gəlibsə which-i götürəcəyəm. Real Madrid. Real Madrid mübtədadır. Mübtədadırsa o zaman where-ni götürə bilərəm. Real Madrid gəlməyib, birbaşa play gəlsəydi which-i götürəcəydim 127-ci sualda. Davam edirik 129-cu suala. 129-cu sualı siz yazın. Nöqtəyə əvvəldə wear gəlib, geyinmək sözü. Most young people, çoxlu cavan insanlar xoşlayırlar geyinməyi ki, geyinməyə o şeyləri ki, onlar düşünürlər ki, o stylishdir. Yazın görək cavab nədir? Biz things'i nə ilə əvəz edirdik dedik? Things'i what'la əvəz edirdik. Most young people like to wear things what they are considered stylish. Elə şeyləri geyinməyi, stilli şeyləri geyinməyi xoşlayırlar. Və 131-ci sualı da yazaq uşaqlar. Person gəlibdir, canlı bir isimdir. Təkdədir müftədası. Onu da yazaq və yavaş-yavaş bitirək. Yorulduq çünki. Sabaha məhsul növdən 11-ci siniflər məhsul növü mənə gətirin. Sabah saat 8-də olacaq dərsimiz. Burada şöyle Aysu, siz 8-lə mi 11-lə mi gəlirsiniz? O haqda mənə yazın. Çünki 11-in qrupunu özünüz bildiniz nə üçün deyirəm. Onu mənə ya buraya ya da şəxsimə yazın görüm. Neçədə gələk? Məncə 8-də gəlin, 11-də çünki we speak too much. 11 şöyleye bax 11. Yaxşı, qərarı siz verin. Dura bilmirik. Yaxşı, 8-də digərləri amma 8-də gəlsinlər. Deməli 131-ci suala da nömrə olaraq əsasən yazmısınız ki 1-3-dür cavab. Person gəlibdi, which olmaz. Which olmaz. Burada isə baxaq görək whom I met yesterday. Who asked I yesterday. 4-lə probleminiz nədir? Uşaqlar 4-ü niyə götürmürsünüz ki? 4-ün başa düşmədim. Elə öyrəşmişsiniz 2 dənə götürməliyik. 2 dənə. 3 dənə də ola bilər. Zət olur da, bura person təkdədir, iz qabağını olur. Zətdəki who verə bilirəmsə, who-nu zətlə də əvəz edə bilirəm. 4-ü də götürəcəyəm. 131-in cavabı olacaq 1, 3, 4. Ümid edirəm ki, biz birinci hissəni bitirdik və inşallah ki, dərs sizin üçün belə deyək də faydalı olmuşdur.